Dəstələr yaratmalıyıq. Niye gelip Qarabağın azadlığı uğrunda könüllü canından kesebilir Azerbaycan genci? 3000 oğlan şehit olur. Allah'ım sana rahmet eylesin. Gazi olurlar. Niye gelip Qarabağ'da könüllü işlemesinler? Yani 2 ay nedir ki? Boş bekar avarat gəzənəcən bunlar gedib Qarabağda o tikində iştirak eləməsinlər. Bu 10 binə qədər işçi qüvvəsini deməkdir. Az rəqəm deyil, kiçik rəqəm. Biz bir də tələbi inşaat dəstələri. Salam dostlar. Aqil müəllimin belə bir çıxışı oldu. Şəxsən bu mənim üçün bir yana baxanda gözlənilməz deyil. Ancaq söhbət bilirsiniz nədən gedir. Son zamanlar cəmiyyətdə insanlar niyə kitab oxumur, bu mənəvi aləmdən uzaq düşürlər. Əsas deyək, kitab niyə oxumur? Aqil müəllimin dürrü adları var. Əməkdar, jurnalisti, çox güman xalq yazıçıdır. Xalq yazıçısı deyilsə də namizəddir. Böyük romanları, povestləri, hekayələri var. Yəni ki, söz adamıdır. Bu adam söz adamıdır, fikir adamıdır. Bu adamın belə bir çıxışından sonra bunun deyəcəklərini kim eşidər, ya yazdıqlarını kim oxuyar, bunun kitablarını kim oxuyar? Nə oxuyan oxusun. Aqil müəllim bilirik bu yüksəlişi hardan gəlib. Allah rəhmət eləsin bizim böyük şairimiz Məmməd Raza. Ayağı altında yastıq qoyanlar başının altına qumbara qoydu. Nadanlar dünyanı qumara qoydu. Aqil müəllim, siz də bu dünyanın bu virtual qumarında oynayırsınız və beləliklə bir söz adamı kimi sözün başına daş salırsınız ki, nə kitab oxusunlar, nə şeir dinləsinlər, nə bilim, nəysə, əzizlərim, ən yaxşı nümunələri oxuyun. Dünya gözəlliklərlə doludur, eyni zamanda çirkinliklərlə doludur. Siz gözəllikləri tapın, oxuyun, gözəlləşin. Belə xırda şeylərlə işiniz olmasın. Yaxşı, sağ olun, Allah amanında.